Siz varlığı balaca görürsünüz. O isə çox böyük. Sultan çağırır Leylini, baxmaq istəyir, bu nə gözəllikdədir. Gör ki, adi bir qızdır. Belə qeyri-adi bir gözəlliyi də yoxdur. Səndə heç bir gözəllik yoxdur, adamı dəli eləyəcək. O da deyir ki, Sultan sağ olsun, siz mənə öz gözlərinizlə baxırsınız. Məcnunun gözü ilə baxa bilmirsiniz. Məcnunun gözü ilə Leylinin qəmzəsi dünyalara bərabərdir. Bu əsl gözdür. Bu ən həqiqi gözdür. Hər detalı dünyalara bərabər görsün. Və siz əgər şükranlığa girərsənizsə və nə qədər çox girərsənizsə, dünya sizin üçün elə bir Leyli olar. İnsanlar ona görə xoşbaxt deyirlər ki, dünya əllərində olanlar onlara az gəlir.